Qardaşım, təvhid məlum məsələdir ki, Allahı təkləşdirmək deməkdir. Allahı təkləşdirmək təvhiddir. Və yenə məlum məsələdir ki, təvhidin üç qismi var. Rububiyyət təvhidi, üluhiyyət təvhidi və ad və sifətlər təvhidi. Düzdür? Deməli, sən bu təvhidin üç qismində də Allahı təkləşdirməlisən ki, təvhid əhli sayılasan. Muvahhid. Əgər üçündən birində təkləşdirməsən, sən muvahhid sayılmırsan. Məsələn, hesab edək ki, insan rububiyyədə təkləşdirib Allahı, üluhiyyədə təkləşdirib, amma ad və sifətlərdə yox. Yaxud ad və sifətlərdə təkləşdirib, rububiyyədə təkləşdirib, amma üluhiyyədə yox. O, muvahhid, təvhid əhli sayılmır. Deməli, təvhid Allahı təkləşdirmək deməkdir və təvhidin üç qismi var. Hər üçündə də Allahı təkləşdirməlisən ki, sən təvhid əhli sayılasan. Əks halda insan təvhid əhli sayılmır.